Mikael Andersen almış. Umar Ali, Rahman Aliyev ve qapçı Hedenstad. Baxırıq. Rahman Aliyevin zərbəsi və Mats Hedenstad. Danimarkalılar fasilədən sonra daha bir top vurdular qapımıza. Hansı ki, fasilədən sonra bizimkilər yenə daha yaxşı oynayırdılar. Bir epizodda Mikkelsin topu qapı dirəyinə dəydi. İndi Mikkels, Joylens Mikkels qapı dirəyinə dəydi deyəsən. Oho! Sabah növbəti dəfə qola yaxın oldu. Fikir verin. Mikkelsin zərbəsi. Ancaq 67-ci dəqiqədə nəhayət ki Danimarkalıların qapısına qol vura bildik. Simic fərqləndi. Yeri gəlmişkən məhsuldar ötürmə Umar Ali Rahman Aliyevin idi. İsayev ara ötürməsi. Umar Ali girdi cərimə meydançasına. Simic vur! Gol! Velko Simic! Sabah fərqi milyuma endirir. Bu da Azərbaycan çempionunun cavabı. Dördüncü qolu. Təkrara baxırıq. Umar Ali Rahman Aliyev əla hiss etdi. Velko Simic şıqlayır cərimə meydançasına və Hedenstad'ın qordu qapıya nəhayət ki yol tapmaq mümkün olur. Sıla göndərir. Çıxartdılar. Umar Ali Rahman Aliyev qapı tiri. Orxusun bəxti ayaq üstündədir. Bu dəfə də olmadı. Nə vurmuşdu amma. 90-cı dəqiqədə ikinci qol da vurduq. Hesabı da bərabərləşdirdik. Ancaq hakimlər vara baxıb oyundan kənar vəziyyət deyib qolu qeydə almadılar. Puxaç topu qapı qarşısına göndərir. Zərbə Solvet! Solvet! Solvet gol! 2-2! Bir sözlə, sabah 90 dəqiqə meydan sahiblərin, yerli azarkeşləri qorxuda saxladı. Göstərdi ki, cavab oyununda lazımlı nəticəni qazanıb, Çempionlar Liqasının play-offuna da çıxa bilər. Sən nə fikirləşirsən? Mən sabahdan çox şey gözləyirəm. Sən də fikirlərini yazarsan gəlsən əyə bölməsinə. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə ayda ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, havayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.